Salam, hər vaxtınız xeyir olsun. Demək, Codero 11.7-də 21-dən sonucan izaha verəcəm. Deməli, Python dilində yazılmış alt proqram təyinatını müəyyən edin. Təyinat istəyir. Deməli, ondan 100-ə qədər. Deməli, 2 rəqəmli ədədləri istəyir. Çünki 99-da bitəcək və if birinci ondan funksiyamıza davam edəcək, hər dəfə çap edəcəkdir. Bir dəfə f10-dan alınan qiyməti çap edəcək, sonra f11-dən alınan qiyməti çap edəcək, sonra f12-dən alınan qiyməti çap edəcək, ta ki f99-a qədər, yəni bunu bu qədər hesablamayacaq, 1-2 dənəsini edəndə artıq başa düşəcək ki, bizdən nə istəyir. Deməli, f10-dan funksiyamıza davam edirik. M bərabərdir 10 bölək 10. Onu 10-a böləndə 1 eləyir. T bərabərdir 10-u 10-a böləndə qalıq 0 eləyir. T-ni M-ə bərabər elə deyir. Yəni 1-ə. M-i isə T-yə bərabər elə. Yəni 0-a. Deməli, M də 0-a. Və sonda sətrə sal. M-i sətrə sal. 0 və üzərinə gəl, sətirdə T1-i sətrə sal. Biz bilirik ki, sətirlərin toplanması bunların birləşməsini verir. Deməli, F10 0-1-i qaytardı. 10 idi, oldu 0-1. F11, burada tərsini çap etmədi. Deməli, M bərabərdir 11-i 10-a böləndə tam ədədim 1, T bərabərdir 11-i 10-a böləndə qalığım 1 və T-ni M-ə bərabər eləyəcək, M-i T-yə bərabər eləyəcək. Hər ikisi də 1-dir və sətrə salıb toplayanda 1 ilə 1-i qaytaracaq. İndi F12 ilə də edək, bu qədər bəsdir. F12. M bərabərdir 12-ni 10-a böləndə tam ədədim 1, T bərabərdir 12-ni 10-a böləndə qalığım 2. Yenə T-ni M-ə bərabər eləyəcək, M-i T-yə bərabər eləyəcəkdir, yəni 1-ə və sonda M-in üzərinə T gələcək. M1, bir dəqiqə, T-ni M-ə bərabər eləyəcək, T olacaq M, bir dəqiqə, burada 1, T-nin M-in qiyməti 1-dir, axı M-in qiyməti isə 2 olacaqdır. İndi isə sətir M, 2 sətirdə üzərinə gələcək sətir T, 1. O da bərabərdir 21. 21. Görürsünüz, 12 daxil etdi, 21 çıxışa verdi. Bu 1-1 zaten palindrom ədəddir. 10, 0, 1. Yəni 99 da palindromda 98-i 89 kimi çıxardacaq. 32-ni 23 kimi çıxardacaq. Bu cür. Deməli, tərsini istəyir. Bütün 2 rəqəmli ədədləri çap edir. Bütün 2 rəqəmli ədədlərin tərsinə çap edəcəkdir. Bəli, bütün 2 rəqəmli ədədləri tərsinə çap edəcək. Demək, buradan başlayır bizim misalımız. A bərabərdir, bir dənə siyahıdır, 25, 36 və 17. 0, 1, 2 qoyaq. Çünki burada A1, A2, A0 istəyir. Və T bərabərdir, F, A0, üstə gələk, F, A1, üstə gələk, F, A2. Gəlin, bax, bu funksiyanın qaytardığı qiyməti, sonra bunun qaytardığı qiyməti yerinə qoyacaq və sonda toplayıb cavabımızı alacaq. Birinci F0-la funksiyamıza daxil oluruq. F A0-la. A0-ım neçədir? 25-dir. Deməli, F25. Gəlin görək, F25 bizə nə dəyər qaytaracaq? S boşdur. X, yəni 25 böyükdürmü 0-dan? Bəli, sətrə S bərabərdir. Sətir 25-i 8-ə böləcəkdir. Qalığım neçə eləyəcəkdir? 25-i 8-ə böləndə 3 dəfə 8, 24, qalığım 1. Üzərinə gələcək boş. O da olacaq 1, sətirdə 1. Aha, sətrə salır 1. X bərabərdir 25-i 8-ə bölür. Neçə eləyir? 25-i 8-də 3 dəfə. Aha, indi yuxarı qalxır, 3 böyükdürmü 0-dan? Bəli, yenidən 3-ü 8-ə bölür, qalığım 3 eləyir.
3'ün üzərinə də bu S-i 1'i gəlir. Deməli, S bərabərdir 3 üstə gələk. 1 o da edir 31. Çünki sətirdir hər ikisi. Deməli, S-im 31'dir. X 3 idi. 3'ü 8'e böləndə 0 eləyəcək. 0 böyükdürmü? 0'dan xeyr deyib çıxacaq dövrdən və return S-i, yəni 31'i qaytaracaq. Deməli, F25 mənə qaytardı 31'i. Yazacağım 31, amma sətirdə üstə gələk. F A1. A1'im neçədir? 36. Deməli, F 36 ilə funksiyaya davam edəcək. Aha. F 36. 36'nı böyükdürmü sıfırdan? Bəli, 36 sıfırdan böyükdür. Və 36'nı 8'e böləndə demək 4 dəfə 8 32 qalıq 4 və 36'nı 8'e böləndə 4 dəfə 8 32. Deməli 4. 4 böyükdürmü sıfırdan? Bəli. İndi bax 4'ü yenidən 8'e bölür, bu 4'ü. 8'e bölür, qalıq 4 eləyir. O 4'ün üzərinə bu 4'ü gəlir. O da eləyəcək 44. 4'ü də 8'e böləndə 0. 0 böyükdürmü sıfırdan? Xeyr. Deməli, çıxır dövrdən və 44 qaytarır. 44. 8 say sisteminə keçiddir bu. Deməli, 17... 2 dəfə 8, 16, 1, 21 də bura eləyəcəkdir. Yəni, burada 8 say sisteminə keçirdir hər birini və sonda sətir kimi götürdüyü üçün onları da toplayanda nə olacaqdır? Yan-yana düzəcək. Baxın, indi F21 ilə, F17 ilə biz daxil olanda cavab 21 olacaqdır. 17 böyükdürmü sıfırdan? Bəli, 17'ni 8'e böləndə 2 dəfə 8 qalıq 1. Burada 17'ni 8'e böləndə 2. 2 böyükdürmü sıfırdan? Bəli, 2'ni 8'e böləcək qalıq 2. O 2'nin üzərinə bu biri gələndə və bu biri gələndə olacaq 21. Və hər biri sətirdə olduğu üçün cavab olacaq 31, 44, 21. 31, 44, 21 C bəndi. Başlayırıq buradan. C bərabərdir. Baxın, C bərabərdir D2, F2, 1. Deməli, burada birinci mən D funksiyama qiymət qaytara bilməsi üçün birinci F funksiyası qiymət qaytarmalıdır ki, burada 2 dənə rəqəm olsun. Deməli, F2, 1 ilə birinci mən funksiyama daxil olacam. F2, 1 funksiyamı yerinə yetirəcəm. X-in yerində 2 durur. X bərabərdir 2 üstə gələk 2, 4. Y bərabərdir Y-in yerində 1 durur. 1 üstə gələk 3 bərabərdir 4. X üstə gələk Y, yəni 4 üstə gələk 4 eləyəcək 8. Deməli, F2, 1'in mənə 8'i qaytaracaq. Gətirirəm yerinə 8 qoyuram. Olur D2, 8. Aha, indi D2, 8 mənə qiymət qaytarmalıdır. Gəlirəm, burada yerinə qoyuram faktiki dəyərlərini. X-im olacaqdır 2 üstə gələk 2, 4. Y-im olacaqdır. Baxın, burada 8 var. 8 üstə gələk. F, X, Y. İndi X-im neçə oldu? 4. Artıq buradakı qiymətini götürənmərəm. Burada yeni qiymət alıb. 4. Y neçədir? Y-in qiymətini buradan götürəcəm. Yəni 8-dən. Aha, Y-in qiyməti 8-dir. Aha, F4, 8. Mən F4, 8-dən qiymət almalıyam ki, bunu həll edə bilim. Bu hissəmi silirəm, çünki bura artıq bitibdir. Qiymət alıbdır. F4, 8. X bərabərdir 4'ün üzərinə 2, 6. Y bərabərdir 8'in üzərinə 3, 11. Hər ikisinin cəmi 17. Deməli, bura mənə qaytaracaq 17. 8 üstə gələk 17. O da eləyəcəkdir 25. Deməli,
Y-im 25, X-im 4, hər ikisinin cəmi isə mənə 29-u qaytaracaq. Deməli, D2, 8 mənə 29 dəyərini qaytaracaq və print C 29-u çap edəcək. Dəyişəni üçün natural adet daxil edilmişdir. Proqram əvvəlcə 8 və daha sonra 14 qiymətini çap etmişdir. Aha. Buna əsasən n dəyişənə daxil edilə biləcək ən kiçik və ən böyük qiyməti cəmini müəyyən edir. Deməli, n-ə daxil edə biləcəyim həm ən kiçik istəyir, həm ən böyük istəyir. Ən sonda isə o ikisinin cəmini istəyir. Birinci mən baxıram ki, 8 və 14 qiymətini hardan alım? Əvvəlcə 8, deməli birinci A 8-dir. Y isə 14-dür. Deməli, mən birinci A-nın 8 qiyməti alması üçün A-ya baxıram. Gəlin baxaq. A hardadır? Burada. Buradan başlayıram, n-ə qiymət verirəm. A 0 idi. N böyükdür 0-dan. Neçə ki, n 0-dan böyükdürsə, A-nı toplayır. Deməli, hər dəfə dövrə girəcəkdir A-yla. Çünki A sərbəstdədir. Baxın, birbaşa girir A-ya. Yəni, A-nı görür, hər dəfə görür. Şərt ödəndiyi müddətdə A-nı görür. Deməli, A da 8 alıbsa, 0-ın üzərinə 2 gəlib. Neçə dəfə 2 gələndə 8 eləyir? Təbii ki, 4 dəfə. Deməli, 4-ü 2-yə vuranda 8. 4 dəfə dövrə giribdir. Hər dəfə 2-ni cəmləyibdir. Deməli, bunu bilirik də 0 üstə gələk 2K bərabərdir 8. K da bərabərdir 4. Deməli, dövrümün sayı 4-dür. Buradan dövrümün sayını tapdım ki, dövrümün sayı 4-dür. Deməli, 4 dəfə mən dövrə girəcəm. 4 dəfə dövrə girəcəm. Hər dəfə də və sonda baxaq görək Y-imin qiyməti neçədir? Y qiymətini buradan alır, 14-dür. Sonda qiymət 14 olmalıdır. Amma baxın, 4 dəfə dövrə girmək o demək deyil ki, şərt 4 dəfə ödənməlidir. Şərt əsas odur ki, cəmi 14 eləsin. Mən də baxıram ki, məndən nə istəyir? Baxın, daxil etdiyi ədədi 8-ə bölür. Daxil etdiyi ədədi hər dəfə 8-ə bölür. Aldığı tam hissə ilə bura yenidən qayıdır. Və həmən ədəddə də funksiya qiymət qaytarır. Deyək ki, birinci nə daxil edibsə, o ədədlə funksiya qiymət qaytarmalıdır. Bəs funksiyaya necə daxil olur? Həmən ədədlə daxil olur funksiyaya, fn-lə. Həmən bu ədədi 8-ə bölür, aldığı qalığı istəyir. Aldığı qalığı sonda gətirib bura qoyur. Həmən qalıq, deyək ki, 3 qalıq alıbsa gətirir bura qoyur, 0-la cəmləyir. İkinci dəfə dövrə girəndə aldığı o tam hissəni yenidən, bax o ədədi ki, bölürək 8-ə tam hissə alır. O tam hissəni yenidən 8-ə bölür, qalıq alır. Aldığı o qalığı yenidən gətirir burada, köhnə qalıqla cəmləyir. Deməli, qalıqları cəmləyir. Baxın burada, qalıqları cəmləyir və sonda 14 almalıdır. Onda mən bilməliyəm. Burada elə bir 8-lik say sisteminə keçir də qalıqlar. Qalıqlar onu göstərir. 8-lik say sistemini. 8-lik say sisteminin ədədindən alınan qalıqların cəmi 14 eləməlidir. Onda ən kiçik və ən böyük qiymət deyirsə, ən kiçik qalıqlar və ən böyük qalıqları tapmalıyam mən. Ki, həmən ədəd ən kiçik qalıqlardakı ədəd ən kiçik qiymətim olur. Ən böyük qalıqla alınan ədədim isə bilirik ki, ən böyük ədəd olur. Onda mənim 14 almağım üçün ən kiçik hansı ədədi daxil edə bilərəm? Və mən burada baxaq görək şərt nə istəyir məndən? Nə zaman mən qalıqları cəmləyə bilirəm? Həmən bu alınan qalıq ki, buradan alınır. O qalıq cüt ədəd olmalıdır. Cüt ədəd olarsa, şərt ödənir. Deməli, mənim şərtə daxil olmağım ancaq cüt qalıqlarda yəni ki, ola bilər. Yəni, cüt qalıqlarda ödənir şərt. Deməli, mən bilməliyəm ki, 4 dəfə dövrə girəcəm. 4 dəfə dövrə girməyim üçün 4 rəqəmli bir ədəd verə bilərəm. Onda mən 4 rəqəmli ədədlə daxil olacamsa, hər dəfə şərtə girməyim məcbur deyil. Deməli, şərtə az da girə bilərəm. Əsas odur ki, mənim cəmim 14 olsun. Mən onda bura hansı qalıqları qoya bilərəm? Gəl, indi onu tapaq. Deyək ki, mən ən kiçik dediyi üçün 1 ilə başlaya bilərəm.
Tək ədəd olacaqdı qalığım. Tək ədədlə təbii ki, qalığım, burada qalıqlarımı yazacağam mən. Tək qalıqla bu şərt ödənməyəcək. Amma bura ödənəcəkdir. Bura çünki şərtsiz hər dəfə bu icra olunur. Daha sonra nə daxil edə bilərəm? Əgər 0 daxil etsəm, gərək 14 almağım üçün 7, 7 verəm. Amma 7 də tək daxil. Heç vaxt bu 7, 7 ilə şərtə daxil ola bilməyəcək. Yəni cəmləmə apara bilməyəcək 7-ni. Çünki şərt ancaq cüt deyir. Onda mən 6, 6 ilə davam eləsəm, ən böyük. Deyək ki, biri 7 olsa, biri 6 olsa, yəni 7-ni cəmləyə bilməyəcək. Heç olmasa mənim cüt rəqəmlərim böyük olmalıdır ki, cəmləyə bilim. 6, 6, geridə neçə qaldı? 12. Deməli, ikisi qaldı. 2-ni də bura versəm, 3 dəfə şərt ödənəcək. 3 dəfə şərt ödənib qalıqları cəmləyəcək. Bunlardan cəmləyə bilməyəcəkdir. Yəni, əsas odur ki, 14 alacaqdır bu şərtdə. Bax, burada Y-də 14 alacaqdır. Bu mənim ən kiçik ədədim. Bu 8-likdə alınan qalıqlardır. Bu ədədi də nəyə çevirəcəm? Təbii ki, onluğa çevirəcəm. İndi gəlin ən böyüyü tapaq. Ən böyük qalığım 14 olması üçün indi burada qabağa mən deməli ən böyük ədəd deyirsə 7 ilə başlaya bilərəm. Yəni 7 ilə başlasam, indi qalıqlarımı böyük götürürəm. 6, 6, 2 eləyə bilərəmmi burada? Bəli. Əsas odur ki, mənim qalığımın cəmi 14 olsun. Mən 7-ni ən qabağa verdim ki, ən böyük ədəd alım. Aha, bu da 8-likdir. İndi bunu 0, 1, 2, 3. Bunları onluğa çevirəndə alınan ədədlərin cəmini tapacağam. Deməli, 1266-nı onluğa çevirəndə bilirik ki, 1 vuraq 8-in kubu üstə gələk, 2 vuraq 8-in kvadratı üstə gələk, 6 vuraq 8 üstü 1 üstə gələk, 6 vuraq 8 üstü 0. Bu da bizə verəcəkdir. Deməli, 694-dür. Aha. Bura mənə 694-dür qaytardı. İndi bunu hesablayıram. 7 vuraq 8 üstü 3 üstə gələk. 6 vuraq 8-in kvadratı. 6 vuraq 8 üstü 1 üstə gələk. 2 vuraq 8 üstü 0. Bu da mənə qaytaracaqdır. 4018. İndi bu ikisinin cəmini istəyir məndən. Bir dəqiqə. Şərtdə baxın, burada deyir ki, ən kiçik və ən böyük qiymətin cəmini. İndi 694-ün üzərinə 4018-i gələcəm və burada neçə alacam? Deməli, 4712. Cavab Y bəndi. Demək, başlayıram buradan. Çap et deyir. Fun 25.9-u üstə gələk. Fun 12.5. Deməli, hər iki funksiyanın qiyməti mənə hər iki funksiya mənə qiymət qaytaracaqdır. Dəqiqə, bu mötərizələri çox qoymuşam. Hər iki funksiya mənə qiymət qaytaracaqdır və onların cəmini mən çap edəcəm. Gəlin, birinci fun 25.9 ilə daxil olaq, funksiyamızı yerinə yetirək. S boş sətirdir. X-ım 25 böyükdürmü 0-dan deyəcəm, bəli, şərt ödəndiyi üçün keçib bunu yerinə yetirəcəm. Sətirə çevir deyir, 25-i böl n-ə, yəni 9-a, 2 dəfə 9, 18, ondan 8, 2 üstünə 5, 7. Deməli, sətirə çevir bu 7-ni, üzərinə s-i gəl. S-də heç bir şey olacaq 7 və x bərabərdir. Buradan alınan tam ədədi istəyir, o da 2. 2 böyükdürmü 0-dan, bəli, yenə şərt ödəndiyi üçün həmən bu 2-ni böləcəkdir 9-a, qalığım eləyəcək 2, üzərinə 7-ni gələcək. Deməli, 2 üstə gəl 7. O da eləyəcək sətir olduğu üçün 27. Deməli, bura mənə 27-ni qaytardı. Keçək fun 12.5-ə.
12.5. Aha. 12 böyükdürmü sıfırdan? Bəli, böyükdür. Bu zaman 12-ni 5-ə böləndə 2 dəfə 5, 10, qalıq 2. 2, 12-ni 5-ə böləndə 2. 2 böyükdürmü sıfırdan? Bəli, həmən bu 2-ni yenə 5-ə böləcək, qalıq eləyəcək. Elə bir 2-ni böləcək 5-ə, qalıq eləyəcək 2 və 2-nin üzərinə, bu 2-nin üzərinə bu sətir 2-ni gələcək. Bura bunu sətrə çevirir 2, üzərinə gəl bu köhnə aldığı 2. Bu da eləyəcək 22. Aha. İndi bu hər ikisinin toplanması mənə sətir olduğu üçün 27, 22-ni qaytaracaq. Hər ikisi də sətirdir ona görə. Demək 26. A verib mənə bunu. İndi for davam eləyərəm. Sıfırlayın A. 1, 2, 3, 4. Deməli, 0-dan 4-ə. Bu da mənə qaytaracaqdır i 0. Daha doğrusu i'nin qiyməti olacaq 0, 1, 2, 3. Birinci sıfırla davam edək. A, i, yəni i neçədir? 0. A, 0-ı bərabər elə F, A. 0 bölək 10 bölək 10 A 0 bölək 10-dan alınan qalığa. Aha, birinci gəlin A0-ı görək nəyə bərabər eləyir. A0'ım neçədir? A0'ım 23'dür. Baxın belə 23, 45, 78, 24. 0, 1, 2, 3. A0'ım neçədir? 23. 23'ü bölür 10'a. Tam ədədim neçə eləyəcək? 2. A0'ım neçə idi? 23. 23'ü 10'a böləndə qalığım neçə eləyəcək? 3. Parçaladı. 2, 3. 2, 3. İndi F2, 3 ilə davam edib mən, bax, bura qiymət qaytarmalıyam. A0'a. F2, 3. S-im 0'dır. 2-dən 3-ə. Daha doğrusu 1-dən 3-ə. 1, 2. 2 dəfə dövrə daxil olacaq. i birinci 1 olanda hansı qiyməti alacaqdır? S, yəni 0 üstə gələk. X. X-ım neçə idi? 2. 2. Aha. Daha sonra i'miz 2 olanda yenə S, yəni 2 üstə gələk X, yenə 2. Deməli, bunun sayından bir vahid az. Biz bunu cəmləyəcək. 2-nin üstünə 2, 4. Və bu mənə 4'ü qaytaracaq. Deməli, A0'ı deyir, bərabər elə 4'ə. Bax, A0 bərabər ilə bura mənə 4'ü qaytardı. 4'ə. A0'ım neçə oldu? 4. Aha, bura 4 oldu. Keçdik 45'ə. Buranı silək. Artıq buranın qiymətini bildik. Aha. Yəni, i'nin qiymətlərini bir də yazaq. i'miz olacaqdır 0, 1, 2, 3. i 0 getdi. İndi bura qiymət qaytardı. Keçirik yenidən dövrümüzü davam elətdirməyə. İndi i'miz 1'dir. Bax, bu 1'dir. Gəlirəm A1'i. İndi A1'in qiymətini dəyişmək istəyir. Bərabər elə F A1. A1 neçədir? 45. Yəni 45'i böl 10'a və 45'i böl 10'a qalığı istəyir. Bura neçə eləyəcək? Bura 4, bura 5. Göz parçalayır. Tabii, digərlərini bir də belə yazmayacaq. Yəni artıq biz başa düşdük ki, burada parçalayır. F4, 5 ilə davam edəcəm. F4, 5. Burada nə deyəcək? 1-dən 5'ə. 1, 2, 3, 4. 4 dəfə dövrə daxil olacaq. S0'dır. Üzərinə X-i gələcək, yəni 4'ü. Bu birinci alacaq 4. İkinci səfər dövrə girəndə i2 olacaq. Birinci 1 idi, indi 2'dir. S-im 4'dür, üzərinə X gələcək, yenə 4'ü gələcək. i3 olanda yenə bu S-in üzərinə 4'ü gələcəkdir. X-im 4'dür. i4 olanda yenə bu S-in üzərinə 4'ü, X-i gələcək. Deməli, görürsünüzmü? 4 dəfə 4. Deməli, bax, bunu bunun sayından bir vahid az olan qədər cəmləyir. Yəni, bu 5'dir,
Burada 4 dənə 4-ü cəmləyəcək. Əgər bura 6 olsaydı 5 dənə 4-ü cəmləyərdi. Deməli 4 dəfə 4 16. Deməli bu mənə qaytaracaq 16. Deməli F1 A birimi bərabər edəcək 16-ya. Digərlərini artıq biz bu qədər uzun-uzadı həll etməyə ehtiyac yoxdur. Artıq şifahi də deyə bilərik ki, nə istəyir bizdən? Deməli, i'miz olacaqdır, indi 1 oldu, tutardı. İndi 2-dir. i'miz 2-dir. i2 olanda, i2 neçədir? 7, 8. Deməli, f'imiz 7, 8 olacaq. Bax, burada mənə 7, 8 qaytaracaq. 7, 8 olanda dedik ki, nə olur? Bunun sayından bir vahid az, buna qədər cəmləyəcək. Yəni, 8 yox, 7-ni 7 dəfə cəmləyəcəkdir. Bax, belə. 1, 2, 3, 4, 5, 6, 7. Bu da bərabərdir 7 vuraq. 7, 49. Deməli, bura mənə qaytaracaq 49-u. i bərabərdir 3 olarsa, f olacaq 2, 4. 2, 4. 2, 4 nə demək idi? 2, 4 nə demək idi? 2-ni cəmləyəcək bundan bir vahid az qədər. Yəni 2 üstə gələk, 2 üstə gələk 2. Yəni 2-ni 3 dəfə cəmləmək. Yəni 2 vuraq 3. Belə də deyə bilərik. Bundan bir vahid az ədədə vuracaq. 6. Deməli, burada mənə qaytaracaq 6. İndi məndən sonda nə istəyir? Sum A. Bunların cəmini istəyir. Deməli, 4 üstə gələk 16, üstə gələk 49, üstə gələk 6. Bu da bərabərdir. Bura 20 verəcək mənə. Bu 40, 60. Bu da 15, 75. Deməli, D bəndi. Buradan davam edirik. A8, B bərabərdir. 8 çıxaq 4, 4. C bərabərdir MA, yəni 8, B 4. İndi mən buna qiymət qaytarmaq üçün bu funksiyamı axtarıram. M-in buradadır. M 8, 4 ilə davam edəcəm. X bərabərdir F. Y neçədir? 4-dür. 4. 4 üstə gələk 2, 6. İndi F4, 6 ilə bu funksiya, bu X-a qiymət almalıyam. F4, 6. X bərabərdir 4 üstə gələk 2, 6. Y bərabərdir 6 üstə gələk 5, 11. Bu ikisinin cəmi isə 17. Deməli, 4, 6 mənə 17-ni qaytardı. 17. Deməli, X-im oldu 17. Y-in bərabərdir F, X, yəni 17. 17 üzərinə 2 gələndə 19. Deməli, F 17, 19-a qiymət almalıyam indi. Gəlirəm, X-im neçədir? 17-dir. 17 üstə gələk 2 eləyəcək 19. Y bərabərdir Y, yəni 19 üstə gələk 5. O da eləyəcək 24. Və bu ikisinin cəmi mənə qaytaracaq 30, 43-ü. Deməli, bura mənə qaytaracaq 43. 43. Və sonda return bu ikisinin cəmidir 50, 60. 60. Deməli, MXY, yəni M84 mənə 60-ı qaytaracaq. S04-in F234. Deməli, F234-dən getməliyəm, davam etməliyəm. F234. Aha. A boşdur, while nə qədər ki 234 böyükdür 0 davam edəcək. A append, deməli A-ya əlavə et. Sətir 234-ü 10-a böləndə alınan qalığı vurur. 234-ü 10-a böləndə alınan qalığa. Amma bunu sətirdir. Bunu sətiri vurur tam ədədə. Bu eləyəcək nə? 4. Amma sətirdə. Bu eləyəcək nə? 4. Amma ədəddə. Ədədi sətrə vuranda bilirik ki, ədədin sayı qədər, yəni 4 dənə 4-ü belə çap edəcəkdir. 4 dənə 4 deməkdir. Aha. Bunu əlavə edəcək nəyə? A siyahısına. Deməli, A siyahısına əlavə etdi 4 dənə 4. Bu 1.
Keçdi x 234-ü böləcək 10-a, tam ədədim neçə eləyəcəkdir? 23. İndi 23 böyükdürmü sıfırdan? 23 böyükdürmü sıfırdan? Burada. Bəli, aya deyir yenə əlavə elə. 23-ü 10-a böləcək. Qalıq alacaq 3. Sətrə salacaq. 23-ü 10-a böləcək. Tam ədədim 3. Vuracaq. 3 dənə 3-ü çıxardacaq belə. Əlavə eləyəcək aya. Və x-i yenidən 10-a böləcək. 23-ü də 10-a böləndə alacaq 2. 2 böyükdürmü sıfırdan? Deyəcəm, bəli. Yenə 2-ni 10-a böləcək. Qalıq alacaq 2. Burada yerinə yetirim elə. 2-ni 10-a böləndə qalıq alacaq 2. Bu sətr eləyəcək. 2-ni 10-a böləndə qalıq alacaq 2. Bu ədəd. Sətri ədədə vuranda eləyəcək 2 dənə 2 sətirdə. Və əlavə eləyəcək aya. Bu qədər. 2-ni yenidən 10-a böləndə 0 alacaqdır. 0 alacaq. 0 da 0-dan böyük olmadığı üçün dövrdən çıxacaq və return A-nı qaytaracaq. Return A neçə oldu? Bax bu. Deməli, bu mənim cavabım. Deməli, i deyir, i-in 234-ün cavabı bura nə elədi? Bax bu. İndi deyir ki, i hər dəfə qiymətini bunun içindən götürsün. Aha, i bərabərdir. Birinci olacaq 4444. Davam eləyək. S bərabərdir 0. Üstə gələk int, yəni ədədə çevir deyir. Bu eləyəcək 4444. Daha sonra i olacaq nə? 333. İndi s-in üzərinə, yəni 4444-ün üzərinə 33-ü gələcəkdir. Və ədədə çevirəcək. Bayaq sətir idi, axı bunların hər biri sətir idi. İndi ədədə çevrilir. Bu eləyəcək nə? Yəni sonda da toplaya bilərik. İ'miz 4-ün üstə 3, 7, 4-ün üstə 3, 7, 7, 4. Aha. Daha sonra i'nin qiyməti olacaq 22. Aha. i'mizin qiyməti olacaq 22. İndi 22 sətirdədir. Gətirəcək s-in üzərinə, yəni 4777-nin üzərinə 22-ni ədədə çevirib gələcək. Yəni ədədə çevirəcək, o da olacaq 4799 A bəndi. Demək, birinci buradan başlayırıq. A bərabər, B bərabərdir 2, üstünə gələk 2, 4. C bərabərdir A, yəni 2, vuraq 4, 8. İndi F, demək, H-ın qiyməti nə olacaq? F, A, yəni 2, B, 4, C, 8. Aha, indi H-ın qiymətini, bax, bu funksiyanın qiymətini istəyir məndən sonda. Bu funksiyanın qiymət qaytaran isə buradadır. F, 2, 4, 8 ilə davam eləyək. 2 böyükdürmü 4-dən? Deyirəm, yox. Bax, bu şərt ödəmədir, amma burada or var. Y 4 kiçikdirmi 8-dən Z-dən? Deyirəm, bəli, bu şərt ödənir. Deməli, bura mənə qaytarır müsbət. And olduğu üçün burada müsbət qaytarmalıdır, bu şərt ödənsin deyə. X, yəni 2 böyükdürmü 8-dən? Deyirəm, yox. Amma or var burada. Burada or olduğu üçün buna da baxacaq. 2 kiçikdirmi 4-dən? Deyirəm, bəli. Or olduğu üçün bura mənə müsbət qaytarır. And olduğu üçün, hər ikisi də müsbət olduğu üçün mənə müsbət qaytarır. Yəni, şərt ödənir və düşür bunu icra etməyə. Baxaq, x-imiz neçədir? 2-dir. 2 vur, 2 üstə gəl, 4. 4, 4-ün üstünə 4, 8. Y bərabərdir. X-im artıq neçə olub? 8. 8 üstə gələk. 4, çıxaq, Z, 8. Bu da mənə qaytaracaq 4-ü. Z nəyə bərabərdir? X, yəni 8 üstə gələk. 2 vuraq, 4. 8, 8, 16. Aha, 16, 8, 4. İndi mənə deyir, cavab qaytar. X, yəni 8
Üstə gələk y, yəni 4, çıxaq 16. Bura 12 eləyir, 12-dən də 16 çıxanda -4. Bura mənə qaytardı -4. Baxın, bura if olsa da mən bunu yerinə yetirməyəcəm. Bu da əks haldasıdır bunun. Bunu da yerinə yetirmirəm. Niyə? Çünki return bircə dəfə cavab qaytardı mı, vəssalam, buradakı return nə qaytarsa da mən bunu cavab kimi götürməyəcəm. Çünki funksiya ilk aldığı qiyməti götürür. Yəni mən burada şərt ödənsə belə, baxın, bu şərt ödənsə belə, bu şərt ödənsə belə, mən buradan qiymət alsam belə, funksiya bu qiyməti almayacaq. İlk aldığı qiyməti tanıyacaq. Buna görə heç baxmağa da ehtiyac yoxdur. Deməli, burada cavab -4 A bəndi. Demək, Y-im F678, davam edirəm 678 ilə. S0-dır, nə qədər ki 678 böyükdür 0-dan, bu şərt yerinə yetiriləcək. Deməli, K bərabərdir, daha doğrusu bu ifadə. N-imiz neçədir? 678. 678-i 10-a bölür, alır, qalıq 8. N bərabərdir. 678-i 10-a bölür, alır tam hissəmi. 67-ni. S bərabərdir. 0 üstə gərək K 8. Aha, burada yəni parçalayıb cəmini tapacaqdır. Baxın, indi N-imiz neçədir? 67. 67 böyükdürmü 0-dan? Bəli. İndi gələcəkdir burada K-mız bərabər eləyəcək N, yəni 67-ni böləcək 10-a, qalığımı alacaq 7. Daha sonra 67-ni böləcək 10-a, tam hissəmi alacaqdır 6. S isə cəmləyəcəkdir. S8 idi, üzərinə 7 gələcək, 15. Daha sonra 6 böyükdürmü 0-dan? Bəli, 6-nı 10-a böləcək, qalığı alacaqdır 6. 6-nı 10-a böləcək, tam hissəmi 0 alacaqdır və burada cəmləməmi yerinə yetirəcək, o da eləyəcək 21. Daha sonra 6, burası 0 böyükdürmü 0-dan deyib, şərtdən çıxacaq və return S-i 21-i qaytaracaq cavab olaraq. Fun 5 ilə daxil olur funksiyamıza. Fun 5, gəlin baxaq nə edir? A, boş siyahıdır. 1-dən 11-ə qədər, yəni 10-a qədər i-miz qiymət alacaq. Bir dəfə 1, 2, 3 və davamında qiymət alacaq. 10-da ən son 10 qiymətini alacaq. Və hər dəfə A siyahısına əlavə edəcək nəyi? X, yəni bura neçə idi? 5. 5 bölək i, yəni 1-ə alınacaq burada qalıq. Alınan qalığın üzərinə 5-i 1-ə bölüb alınan tam ədədi gələcək. Gəlin eləyək. 5-i 1-ə böləndə 5, 5-i 1-ə böləndə tam ədədim 5 və 10. Deməli, A-ya bir də baxaq. 5-i al. 2 dəqiqə. 5-i 1-ə böləndə qalığım 0 eləyir axı. Amma tam ədədim 5-dir. Ona görə burada 5 alacaq. Deməli, A-ya nəyi əlavə etmiş oldu? 5-i. Keçdik, bax, bu i1 idi. İndi i2 olan halına baxırıq. 5x-imiz yenə təbii ki 5-dir, yəni dəyişmir. Hələ biz dövrdən çıxmamışıq. 5-i böləcək bu dəfə 2-yə, 5-i böləcək 2-yə. Burada qalığım olacaqdır 1, burada tam ədədim olacaq 2. Bu da eləyəcək 3. 3-ü əlavə eləyəcək A siyahısına. I bərabərdir 3 olan halda 5-i böləcəkdir 3-ə alacaq, üzərinə gələcək 5 bölək 3 tam ədəd. 5-i 3-ə böləndə qalığım olacaq 2. 5-i 3-ə böləndə tam ədədim olacaq 1. Bu da eləyəcək 3. Yenidən 3-ü toplayır. İ'miz indi olacaqdır 3 bitdi. İ'miz olacaq 4. 10-dur. 2 dəqiqə. İ'miz olacaq 4. Aha. Yəqin ki, bunun hamısı yoxlanmayacaqdır. İ'miz 4 olanda
5'i böləcək 4'ə, 5'i böləcək 4'ə, bu qalıq 1 eləyəcək. Burada da tamımız 1, 2 olacaq. 2'ni əlavə edəcək asiyasını. Daha sonra i'miz 5 olan halda 5'i 5'ə böləndə qalıq 0, 5'i 5'ə böləndə tam ədədim 1. Burada da cavab 1 verəcək. Daha sonra 5'i 6'ya böləcək. Buradan bir-bir davam eləyək. 5'i 6'ya böləndə artıq qalıq özü eləyəcək də. Bax, bunların hamısında qalıq özü eləyəcək. Bilirsiniz niyə? Çünki ədədi kiçiyə bölürək. Daha doğrusu birinci x-i, bəli, 5'i bölür 6'ya, 7'yə. Heç bir qalıq özü eləyəcəkdir. Yəni, çünki 7'nin içində 5 yoxdur axı. Daha doğrusu 5'in içində 7 yoxdur axı. Ona görə qalığın özü eləyəcəkdir. 0'dan elə bir qalıq 5. Amma tam hissəsində isə 0 eləyəcək. Çünki 5'i 6'ya, bir dəqiqə. Çünki 5'i 6'ya böləndə tam ədədim yoxdur axı 0 eləyir. Deməli, bax, bunlarda tam ədəd 0 eləyəcəkdir. Qalıq isə özü eləyəcəkdir. Deməli, özünü qaytaracaq. 6'nı qaytaracaq, 7'ni qaytaracaq. Bax, bura 6 qaytarır, bura 0. Bura 7 olsaydı, bura 7'ni qaytarardı, bura yenə də 0 qaytarardı. Yəni, özləri olacaq. Bax, bura olacaq 6, bura olacaq 7, bura olacaq 8, bura olacaq 9, bura olacaq 10. Elə bir 5'i 10'a böləcək 5, 5'i 10'a böləndə tam ədədim 0, 5'in üstünə 0, daha doğrusu bir dəqiqə, daha doğrusu 6, 7, 8, 9, 10 yox, 5, 5 olacaq. Sadəcə 5 olacaq. 5. Çünki 5 qaytarılacaq. 5'i 6'ya böləcək qalıq 5. 5'i 6'ya böləcək tam hissəm 0. İndi 5'i 7'yə böləndə qalıq 5, 5'i 7'yə böləndə tam hissəm 0. Yenə 5 olacaq cəmləməm. 5'i 8'ə böləndə qalıq, bax 5'i 8'ə böləndə qalıq 5, 5'i 8'ə böləndə tam ədədim 0. Görürsünüz, yenə 5'i qaytarır cəmi. Yəni, hamısı burada 5 qaytaracaq. 1, 2, 3, 4, 5 dənə 5. 1, 2, 3, 4, 5 dənə 5. Aha. Və sonda məndən nə istəyir? Bunun cəmini. Gəlin, bunun cəmini tapaq. Bir dənə 5, 2, 3, 4, 5, 6 dənə 5. Bura mənə 30 verəcək. 2 dənə 3, 6'nı verəcək. 2'nin də üstünə 1, 3. Bu da eləyəcək 39. Deməli, B bəndi. Aha, başlayaq. Y0 1-dən 4'ə qədər i qiymət alır. Və sağ 3 dəfə dövrə girir. Aha. Y bərabərdir F-i. Deməli, i'miz birinci 1'dirsə, F1 ilə girəcək dövr. Daha doğrusu funksiyamızı F1 ilə görək nə qaytaracaq. S1'dir, range 1'dən, n üstə gələk 1, yəni 1 üstə gələk, n'imiz 1'dir axı, 1 üstə gələk 1, 2. Deməli, i'miz burada hansı qiymət alacaqdır? 1'i. 2'ni ala bilməyəcək. S bərabərdir 1 vuraq i, yəni 1. Əgər 1'i S, yəni 1'i 2'yə böləndə qalıq 1 eləyərsə, deyəcəm, bəli, eləyir. Onda S-in üzərinə 1 gəl. Yəni 1 idi, üzərinə də 1 gələndə 2 eləyəcək və return S. Yox, hələ return S. Deməli, bura mənə F1 də qaytaracaqdır 2'ni. Çünki dövrə bircə dəfə girirəm. Ona görə bir dəfə girdiyim üçün 2'ni qaytardı. Deməli, F1'im oldu 2. Amma bitməyibdir. i'miz indi olacaq 2. i bərabərdir 2 olan hala bax. Görürsünüz, iç-içə dövrdür. Bir dəfə burada dövrə girir, bir dəfə burada da funksiyanın içində dövrə girir. i'miz 2'dir. Gətirirəm, yerinə qoyuram. Y bərabərdir 2 üstə gələk F2. Aha, indi F2'yə qiymət almalıyam. Bunu silək, F2 ilə davam edək. Aha. F2 bərabərdir. S-in 1'dir. Range 1'dən 2 üstə gələk 1 eləyəcək 3. O da i'mizin qiymətləri nə olacaq? 1, i'nin qiyməti bir dəfə də 2 olacaq. 2 dəfə deməli bu dövrün gövdəsini icra edəcəm. S bərabərdir 1 vuraq
2 eləyəcək 2. Əgər 2-ni 2-yə böləndə qalıq 1 eləyir. C dəqiqə, i'miz birinci 1-dir. C dəqiqə, i'miz birinci 2 deyil, 1-dir. Baxın 1-dir. i 1 olanda s 1-dir, 1-i 1-ə vuranda 1. 1-i 2-yə böləndə qalıq 1 eləyirmi? Bəli, şərt ödəndiyi üçün s-in üzərinə bir dənə də 1 gəlirəm, eləyir 2. S 2 eləyir. İndi i'miz 2 olan halda yenə dövrdə burada davam eləyirəm. S bərabərdir. S-im 2 idi. Vuraq i, yəni 2 eləyəcək 4. 4-ü 2-yə böləndə 1 eləyirmi qalıb? Xeyr, 1 eləmir. Ona görə buradan çıxır. Dövrdə bitdiyi üçün S mənə nə qaytaracaq? 4-ü qaytaracaq. Deməli, bu funksiyanın qiyməti 4 olacaq. 2 üstə gələk. 4, 6. Aha. İndi i'miz neçə olacaq? 3. 3 olan hala baxırıq indi. Bu 1 olan halıydı. Bu 2, bu 3. İndi y bərabərdir. Y, yəni 6 üstə gələk f3. Aha, indi f3 ilə funksiyamızı burada yerinə yetirək. Deməli, f3-də də 3 dəfə dövrə girəcək də. f3. S-im yenə 1-dir. 1 üstə gələk 3, 1. i'miz 1-dən 3 üstə gələk 1, 4-ə qədər. Yəni, i bir dəfə 1, bir dəfə 2, bir dəfə 3 olacaq. 3 dəfə dövrə girəcək. Və hər dəfə bunları vuracaqdır. Deməli, S-im nə olacaqdır? Bir dəfə S-im 1 idi. Bu, bir dəfə i-ni, birinci i 1-lə giririk. 1-ə vuracaq, eləyəcək 1. 1-i 1-ə 2-yə bölündə qalıq 1 elədiyi üçün S 1-in üzərinə 1 gələcək, eləyəcək 2. Bax, bu birinci dövrüm. İndi i 2-dir. S bərabərdir nəyə? 2 vuraq i-yə, yəni 2-yə. Bura eləyəcək 4. 4 2-yə bölünmür, ona görə bu cəmləməni yerinə yetirə bilmir. İndi i'miz olacaq 3. Bax, bu 3. i'miz olacaq 3. Davam eləyirik. S bərabərdir S, yəni 4 vuraq i. 3 eləyəcək 12. 12-ni 2-yə böləndə 1 eləyirmi? Xeyr, qalıq 1 eləmir. Dövr bitdiyi üçün return mənə 12-ni qaytaracaq. Deməli, bu funksiyanın da qiyməti 12 olacaq. Gətirib yerinə qoyuruq. O da cavab qaytaracaq. 18. Burada nə səhv elədik? 6 üstə 12, 18. Ha, var da cavab var. Aha, 18. İsyon. Buradan başlayırıq. Aha, A bərabərdir 4454, S0 nə qədər ki F 4454 böyükdürsə ondan bunu yerinə yetirəcək. Amma mən bunu bilmirəm axı neçədir. Gəlib buna qiymət almalıyam. Gətirirəm bura. F 4454. X bərabərdir sətrə sal deyir bunu. Sətrə sal. K 0. Davam et. 0-dan len x 1, 2, 3, 4-ə. Deməli, mənim i olacaqdır bir dəfə 0, bir dəfə 1, bir dəfə 2, bir dəfə 3, 4 dəfə dövrə girəcək. K bərabərdir K, yəni 0. Üstə gələk int x0. x0 neçədir? Bax, buradır. 1, 2, 3. x0-ım 4-dür. 4-ü vur 2-yə. 4-ü ədədə çevirəcək. Burada sətirdə axı bilirik ki. Daha doğrusu, baxın, burada nömrələməliyik. Burada yox. dəqiqə. Burada nömrələməliyik. 0, 1, 2, 3. Burada böyük yazım. X-in qiymətini 4, 4, 5, 4. 0, 1, 2, 3. Aha. 4-ü çevirəcəkdir ədədə. Vuracaq 2-yə. O da eləyəcək 4 dəfə 2, 8. K olacaq 8. I 0 olan halda. İndi i1 olan halda K-nın üzərinə, yəni 8-in üzərinə gələcək nəyi? X, i-ni. I neçədir? 1-dir. X1 neçədir? 4-dür. 4-ü yenə ədədə çevirəcək, vuracaq 2-yə, yəni 8 olacaq. 8 üstünə 8 gələndə 16. İndi i-miz 2. i2 olan halda yenə K, yəni 16-nın üzərinə gələcək. X2-ni. X2 neçədir? 5-dir. 5-i ədədə çevirəcək, olacaq 5, vuracaq 2-yə 10. Bu da eləyəcək 26. İndi i'miz 3-dür. 3 olan halda gələcək X3. X3 neçədir? X3.
4'dür. 4'ü yenə ədədə çevirəcəkdir. Int vuracaq 2-yə. Olacaq nə? 4 vur 2, 8. 8-in də üzərinə k-nı gələcək. Bu da eləcək 34. Aha. Baxın, mənim cavabım 34 deyil ha. Hələ bura mənə 34 qaytardı. Yəni, bax, bu hissə mənə 34 qaytardı. 34 böyükdürmü ondan? Deyəcəm, bəli. Şərt ödəndiyi üçün hələ mən bunu yerinə yetirməliyəm. Gəlin, bu hissələrimizi silək. Çünki, yəqin ki, bir daha tezlə biz def funksiyasını yerinə yetirəcəyik. Aha. Baxaq. Bəli, 34 ondan böyükdür. Gəlirəm bura. S bərabərdir. S 0. Üstə gələk FA. FA neçə aldı? 34. A bərabərdir FA-ya. FA neçədir? F dəqiqə. FA. A bərabərdir. Aha, FA. Yəni ki, 34-də. Aha, FA artıq 34 qiymətini qaytardı axı mənə. 34. A-mız 34. Aha. İndi gəlirəm yenə yuxarı şərtə. FA. İndi A-mız neçədir? 34-dür. F 34. Böyükdürmü ondan? Ha, indi F 34 ilə mən dövrə daxil olacaq. X sətrə salacaqdır. 34-dür. K yenə 0-dır. Len 0-dan len x-ə 3, 4-ün bunun uzunluğu 2-dir. 0-dan 2-yə. Deməli, i'miz hansı qiymət alacaq? 0, 1, 2 dəfə dövrə girəcək. Və hər dəfə nə edəcəkdir? Birinci i'miz 0 olan halına baxırıq. K, yəni 0 üstə gələk. Int x0. X0'ım neçədir indi? 3'dür. Görürsünüz budur. X'in qiyməti indi olacaq 3, 4. X0, 1. X0 neçədir? 3'dür. Deməli, bura mənə verir 3'ü. 3'ü int ədədə çevirir, vurur 2-yə. 3 dəfə 2, 6. 0'ın da üzərinə gələndə 6. K-nın qiyməti 6. İndi i1 olan hala baxıram. Gəlirəm bura. K, yəni 6. Üstə gələk. X1. X1. X1 neçədir? 4'dür. X1'im 4'dür. Deməli, 4 ədədə çevrilir, int vurur 2-yə. Bu da eləyəcək 8. 8'in də üzərinə 6 gələndə, bu k-nı gələndə 14. Dövr bitdi, return mənə 14'ü qaytaracaq. Deməli, 34 mənə, bax, burada funksiya mənə 14'ü qaytarır. İndi gəlirəm bura. 14 böyükdürmü ondan? Yəni, buranın cavabı 14 oldu. Deyirəm, bəli, şərt ödəndiyi üçün yenidən bunu icra edəcəm. Gəlin, baxaq. S-imiz neçə idi? 34 alıb da burada, düzdürmü? 34. Deməli, S bərabərdir 34 idi. Üzərinə F 34'ü gəldi. F 34 hansı qiyməti qaytardı? 14. Deməli, 14. Elədi 48. A-mız bərabərdir. F 34. Yəni, bu da mənə nə qaytardı? 14. Aha, indi gəlirəm F14 ilə yenidən dövrə daxil oluram. F14. Deyir, F14 böyükdürmü? 10'dan. Gəlin, baxaq görək, buradan böyük 10 qiymətini alacaq mı? F14. F14. Sətrə çevirir 14'ü. Gəlir, burada indi yerinə yetirəcək. Görək nə edəcək. Sıfırdan 14 uzunluğu bilirik ki 2'dir. Deməli, i'mizin qiyməti 0, 1 olacaq. Gəlir k 0 üstə gələk. Int x0 neçədir? 1'dir. 1, 1'i 2'yə vuranda neçə eləyəcək? 2. 2'nin üzərinə 0, 2. İndi i'miz 1 olan hala baxırıq. i1 olanda x1, yəni 4. 4'ü 2'yə vuranda 8. 8'in də üzərinə köhnə k-nı gələndə 10. Və salam, bitdi dövr. Bu cavab mənə nə qaytardı? 10'u. Gəlin yerinə qoyaq. 10 böyükdürmü ondan? Xeyr. Ona görə şərt ödənmir. Return mənə sonuncu S-imi, yəni 48'i qaytarır və A bəndi.
Biraz proqram təyinatını istəyir. Bunu biraz da belə böyüdək və salam. Yetərlidir. Aha. Fx buradan başlayırıq təyinat olduğu üçün. Aha. For in birinci buradan başlayırıq. A int input. Aha, nəsə bir ədəd daxil edəcəm burada. Deməli, deyək ki, daxil edək 32 daxil edək. Aha. En boş siyahıdır. 2-dən 32 üstə gələk 1, yəni 33-ə. Deməli, i'miz alacaq 2-dən 32-yə qədər qiymətləri. 33 dəfə. Yox, 32. Aha, 2-dən 32-yə qədər qiymətlər alacaqdır. Əgər deyir A, yəni 32, bölək i, birinci i'miz 2-dir. 2, 3, 4, bu cür davam edəcək, 32-yə kimi bütün qiymətləri alacaq. Bir-bir deməli bunu böləcək də. 32-ni 2-yə böləndə 0-a bərabərdirmi? Deyəcəm, bəli. Bəs f 32, yox, fi, dəqiqə, fi hələ 2-dir. Bəs fi 2 0-a bərabərdirmi? Gəlin görək fi 0-a bərabərdirmi? F2 2-dən x böl 2, yəni 2-ni 2-yə böləndə 1 eləyir, 1-in üzərinə 1 gələndə 2. 2-dən 2-yə, yəni biz burada dövrə girə bilməyəcək, çünki nədir? 2. CDK M Yəni mən burada dövrə girə bilməyəcəm. Çünki biri götür deyir, biri götürmə deyir. Bilirik ki, belə olanı dövrə girə bilmirik. Aha, yaxşı, dövrə girə bilmədiyim üçün mən bax bunu yerinə yetirə bilmirəm. Amma funksiyam mənə qaytaracaq return s-i. Yəni s-im nə olacaq? 0. Yəni burada heç bir şey edə bilmədim. 0 qaytardı. Bəli, bu şərt ödədi. Burada 0-dır, burada 0-dır. Qaytardı. Onda append m-ə bir dənə i'ni, 2-ni əlavə et. Aha, m-ə bir dənə 2-ni əlavə etdim. Gedək davamını eləyək, görək bizdən nə istəyir. İndi 3 ilə davam eləyirik. i'miz 3-dür. İndi 32-ni A dəyişməyəcəkdir heç vaxt. 32-ni indi bir-bir elə bil, bax bu ədədlərə bölür. 32-ni 3-ə böləndə 0 eləyir. Xeyr, heç bunu davam eləmir. 32-ni 4-ə böləcək indi. 32-ni 4-ə böləndə qalıq 0 eləyir. Bəli. İndi gəlin 32-ni F4 ilə davam eləyək. F4. Bax bu şərtdə ödənməlidir ki, mən əlavə eləyə bilim 4-ü M-ə. Aha, gəlin baxaq. F4 ilə davam eləyək. S0-dır 2-dən 4-ü 2-yə böləndə 2 üstünə 1 gələndə 3. Deməli, i'miz bir dənə 2 olacaqdır. X, yəni 4 böl 2 0-a bərabərdirmi? Bəli, 4 2-yə bölünür. Bərabərdir. Onda bunu yerinə yetirəcək. S olacaq nə? 0-ın üzərinə 1, 1 və break. Bitdi. Şərt ödəndiyi üçün çıxış verəcəkdir. Baxım 4 2-yə böləndə i'miz neçədir? i'miz 4-dür. Yox, i'miz 2-dir. 4-ü 2-yə böləndə 0 eləyir qalıq, bəli. Onda s-i 1-ə bərabər elə və dövrdən çıx və return mənə qaytaracaqdır nəyi? S-in 1 aldı da, 1-i. F4 mənə 1-i qaytaracaqdır. Deməli, onda mən 4-ü əlavə eləyə bilməyəcəm. 4-ü əlavə eləyə bilməyəcəm. Çünki bura mənə 1-i qaytardı axı. Ona görə əlavə edə bilməyəcəm. Aha.
İndi i'miz 5 ilə davam eləyə bilməyəcək, 6 ilə davam eləyə bilməyəcək. Çünki heç biri 32-ni 6-ya böləndə də 6-ya böləndə qalıq 0 eləmir. 32-ni 7-yə böləndə qalıq 0 eləmir. 8-ə böləndə qalıq 0 eləyir. Bəli. İndi gəlin F8 ilə baxaq. F8 2-dən 8-i 2-yə bölündə 4, 4-ün 1, 5. Deməli, bir dəfə 2, bir dəfə 3, bir dəfə 4-lə davam eləyəcək. 5-i də götürməyəcəkdir. 2-ni, x-im neçədir? 8. 8-i 2-yə böləndə 0 eləyirmi? Bəli, 0 eləyir. S-i bir vahid artır. 1 və break. Yenə dövrdən çıx deyir. Dövrdən çıxdığım üçün bura mənə qaytaracaqdır return S-i. Return S-i qaytaranda mən bir dəqiqə bölənlərini siyahıya əlavə eləyir. Əslində burada bax 32 sadə bölənləri nədir? 16. 2-yə böləndə 16-nı 2-yə böləndə 8, 8-i 2-yə böləndə 4, 4-ü 2-yə böləndə 2, 2-yə 1. Bax, budur. Cavab budur. 32, 16, 8, 4, 2. Bax, 2-ni götürdü, 4-ü götürdü. Və burada break deyir ki, çıx. Çıxdığı üçün gəlib, necə deyim, bunu yerinə yetirə bilmir əslində. Yəni, çıxışa verir. Çıxdığı üçün S 0-la qayıdacaqdır. S 0-la qayıdacaqdır. S 0-la qayıdır. Bəli. Baxın, burada gəldi, şərt ödəndi 2-də. Bax, 4-də də ödənmişdi. 4-ü 2-yə böləndə 0 eləyirmi? Bəli. S oldu 1. S oldu 1. Amma break aşağı düşməyə qoymur və dövrü yarıda kəsir. Dövrü yarıda kəsdiyi üçün bu S 0 qaytarır. Bəli, S0 qaytarır. Yəni, biri qaytara bilmir. Davam eləməyə qoymur axı. S0 qaytaracaqdır burada. Yəni, return S, bax, bura mənə 0 qaytaracaqdır. 0 qaytardığı üçün də burada şərt ödənəcəkdir və o 4-ü əlavə eləyəcəkdir M-ə. Hə, bax, budur cavab. Bax, budur, A-dır. Yəni, bir dəfə 4-ü qaytaracaq. İndi görürsünüz, 8-də də sadəcə bircə dənə 2-də ödəyir cavabı. Digərlərini break qoymur axı davam eləməyə. Davam eləməyə qoymur. Davam eləməyə qoymadığı üçün və düşə bilmir və ona görə o, elə bir ki, köhnə qiymətindən S-i qaytarır cavaba. Düşməyə qoymur ona görə. Və onun köhnə qiymətindən də cavabı götürür. S-i 0 qaytarır. Bəli. Burada olacaq 8. Sonra 32, bu 33-ə qədər olan qiymətlərdə 32, 16 ilə girəcək. 16-da yenə nə olacaqdır? Bir deyim, səs açıqdır. Bəli. 16-da, yəni 32, 16, 8-dən 16-ya kimi 9-u, bax, bu şərt ödəməyəcək. 9-u ödəməyəcək, 10-u ödəməyəcək, 11-i ödəməyəcək. Yəni, heç birində qalıq 0 eləməyəcək axı. Ta 16-da ödəyəcək. 16-da ödədiyi üçün gəlib buranı yerinə getirəcək. Və bunu da yerinə yetirəndə yenə bircə dənə bunda break qoymayacaq bunu aşağı düşməyə. Aşağı düşməyə qoymadığı üçün də funksiyadan geri çıxacaq. Yəni, qaydacaq, bitirəcəkdir yəni işini. Yəni, qoymayacaq aşağı düşməyə. Və ona görə də burada elə bir sadə bölənlərini istəyir məndən. Bax, hər dəfə 2, bunları bir dəfə bunu əlavə eləyəcək, bir dəfə bunu əlavə eləyəcək, bir dəfə bunu, bir dəfə bunu, ən sonda 32 ilə də əlavə edəcək və dövrdən çıxacaqdır. Uzun bir şeydir. Gəlin bunu belə qısa özümüz baxaq, görək axırda cavabı nə alacaq. Deməli, x 5-dir, 5 böyükdürmü 0-dan? Bəli, x 5 böyükdür 0-dan. Fun 5
Fun 5 görək nə qaytaracaq mənə. For in range, deməli, i'mizin qiyməti 1-dən 500-ə gələk 1, 6-ya qədər. O necə 1, 2, 3, 4, 5. Aha. i'miz 1 olan halda nə olacaqdır? Çap eləyəcək bir dənə ulduzu. Bilirik ki, end içi boş olanda aşağıdakı printi yanına gətirir. Deməli, bundan sonraki nəticələr bunun yanında olacaqdır. Bir dəfə i'miz ulduz oldu. Bir dəfə i'miz 1 oldu. İndi i'miz 2. 2 olanda nə edəcək? Bir dənə də ulduzu çap edəcəkdir və yanına gətirəcək. Sonra i'miz 3 olanda yenə çap edəcəkdir. Bir dənə ulduzu yanına gətirəcək. Deməli, dövrə girdiyi qədər ulduz çap eləyəcəkdir. Və sonda aha, bu qədər. Bu birincidən. İndi çıxışa verəcəkdir. Burada artıq mənə qaytardı, bax bunu. Bura görürsünüz, boşdur, heç nə çap etmir. Buradan çap etdiyini qaytaracaqdır. Və gəlib yoxlayacaqdır. X-ımızı bir dənə azaldacaq. 5 idi olacaqdır 4. 4 böyükdür 0-dan, bəli. Yenə 1-dən 5-ə, yəni ki, 1, 2, 3, 4-ə qədər 4 dənə dövrə girəcək. Hər dəfə də 4 dənə ulduzu çap edəcəkdir. Və budur. Daha sonra, yəni fun 4 bunu qaytaracaqdır. Fun 3, 3 dənə ulduz qaytaracaqdır. Fun 2, 2 dənə ulduz qaytaracaqdır. 2-dən də 1 çıxanda 1, 1 yenə böyükdür 0 olduğu üçün fun 1 isə 1 dənə ulduz qaytaracaq. Gəlin görək hansı bənddə bu var. B bəndində bu var. 36. Deməli, buradan başlayır. C-nin qiyməti olacaq 10-dan 100-ə, yəni 99-a bütün 2 rəqəmli ədədləri götürür. Birinci əgər deyir F, C, yəni 10. C-mizin birinci qiyməti 10-da axı. 10, F10 0-a bərabərdirmi? Gəlin baxaq, F10 0-a bərabərdirmi? Burada təyinatdır. Baxaq, K 0-dır. I qiymətlərini alacaq 2-dən 10-a, yəni I bərabər olacaq 2, 3, 4, 5 və 9-a qədər qiymətləri alacaq. Aha. X-imiz, yəni 10-u böl 2-yə. 0 eləyirmi? Bəli. K-nı bir vahid artır, olur 1. Daha sonra X-imiz şərt ödəndiyi üçün yenə çıxışa verir. Baxın, break mənə qoymur ki, davam eləyim. Deməli, 10 2-yə bölündüyü üçün bitdi və break mənə qoymadı davam eləməyə. Və K-nın qiymətini istəyir. F10, hanı burada qaytardığı qiyməti? Aha. Print C. Və baxın, mənə K bircə dəqiqə görün, burada 1 qiymətini aldı. Bura mənə 1-i qaytarsa, deməli, burada olacaqdır. Nə 1 0-a bərabərdirmi? 1 0-a bərabərdirmi? Xeyr. Ona görə onu əlavə etmir. Keçir 11-ə. 11 olan halda, deməli, 2-dən 11-ə qədər yoxluyur. Daha doğrusu 10-a qədər yoxluyur. 11-i 2-yə böləndə 0 eləyir. Xeyr. 11-i 3-ə böləndə 0 eləyir. Xeyr. 11-i 4-ə böləndə 0 eləyir. Xeyr. 11 heç birində 0 eləməyəcəkdir. Ona görə də K 0 olacaqdır sonda və bura mənə 0 qaytaracaq. Və print C-ni çap edəcəkdir. Yəni 11-i. Aha, sadə ədədlər istəyir də.
Deməli 12 olanda baxın, F12, 12-dən 11-ə qədər yoxlayacaqdı. 12-ni 2-yə böləcəkdi. Bəli, bölündüyü üçün elə birbaşa çıxış verəcəkdi və K-mız 1 olduğu üçün çıxış verəcəkdi və əlavə edə bilməyəcək. Yəni çap edə bilməyəcəkdi burada. Baxın, burada F deməli 12 olanda 0 qaytarmadığı üçün çap edə bilməyəcək. Deməli, nə? Bütün iki rəqəmli ədədlərdən sadə olanları sadəcə çap edəcəkdir. Mən bundan qabaqkına bir də baxacam. 35 idi, neçə idi, səhv etmirəmsə. Ona bir də baxacam. Bu bir dənə bunları eləyək. Orada nəsə məni açmadı izahım. Olmaz, onu tək izah kimi yerləşdirərəm. Bir dənə sualın izahı kimi. O nəsə elə bir orada nəyisə səhv getdim. Deyəsən səhv eləmirəmsə 35 idi. Buna bir dənə baxaq. Deməli, A-mız siyahını verib, I içərisinə daxil olur in A. Deməli, bir dəfə 23-ü götürəcək, bir dəfə 45-i bir-bir götürəcək. I-miz birinci olacaq 23. İndi əgər deyir F 23-ü ona böləndə, bax bu 23-ü ona böləndə tam ədədim neçə eləyir? Tam ədədim 2 eləyir. 23-ü ona böləndə qalığım neçə eləyir? Qalığım 3 eləyir. Deməli, parçalayır. Daha sonra F2, 3 ilə davam eləyir. Bu deyir, böyükdürmü 50-dən? Birinci, mən burada qiymət almalıyam. Görün, bu 50-dən böyükdürmü? Gəlin, baxaq. F2, 3 görə 50-dən böyük qiymət alırsa, mən onu çap edəcəm, i-ni. Yəni, 23-ü çap edəcəm. Baxaq, i-miz neçədir? 1-dən n-ə, yəni 3 idüsə 1-dən 3-ə. Deməli, i-nin qiyməti 1, 2. 2 dəfə dövrə girəcək. Birinci, i1 olan halına baxaq. S-in 1 vuraq x. X neçədir? 2-dir. Aha. Deməli, 1 vuraq 2. İndi i-miz 2 olan hala baxaq. S-im neçədir? 2-dir. 2-ni vuracaq x-ə, 2-yə. Beləcək 4. Aha, bura mənə 4 qaytardı. 4 qaytardı. Deməli, 4 böyükdür 50-dən. Deyəcəm, xeyr. Böyük deyil. Deməli, bunu çap edə bilməyəcək. 23-ü çap etməyəcək. Keçirik 45-ə. Demək, bu bir də baxım görün, bu bizdən nə istədi? Deməli, bu bizdən birinci parçaladı. F 45 olacaq 4, 5. Daha sonra 4, 5-i nə edəcək? Qoy bir də baxaq. 4, 5. 4, 5-də 5-ə qədər dövrə girəcək. 1, 2, 3, 4 dəfə dövrə girəcəkdir. Birinci S-imiz olacaqdır. 1 vuraq x. Bunu vuracaqdır. Bir dəfə 4-ə. I1 olan halda. Sonra I2 olan halda bunu bir də 4-ə vuracaq. Aha. Deməli 1, 2, 3, 4. Bundan bir vahid kiçik ədəd qədər özünə vuracaq. Bayaq cəmləyirdi, indi vuracaq. Deməli 4 dəfə 4-ü vuracaq bir-birinə. Bax belə. 4 üstü 4-ü istəyəcək məndən. Bax, bu da böyük olacaq da 50-dən. Təbii ki, bunun cavabı 50-dən böyük olacaqdır. Harca 256 zad eləyir. Bax, bunun cavabı. Deməli, 45, bəli, 50-dən böyük olacaqdır. Buna görə bunun cavab qaytaracaqdır. Bu da 256, səfər 2 2 dəfə 4, 8, bəli, 256 eləyir buranın cavabı. Deməli, 256 böyükdür 50-dən. Deməli, bura 256 qaytardığı üçün bu da böyükdürmü 50-dən? Deyəcəm, bəli. Onda i-ni çap et, yəni 45-i çap et. Deməli, cavab ya budur, ya budur. Gəlin görək, burada nə var? 45, 67, 65, 45 var burada. Burada 43, 45 var. Gəlin görək, hansında böyük olacaqdır. Şifahi də tapa bilərik artıq bunu. Deməli, 45 olacaq, 45 olacaq. Gəlin 43-ü yoxlayaq. 43 olması üçün nə olacaq? 4 və 3 ilə girəcəkdir. Deməli, 1-dən 1, 2, 3-ə qədərdirsə, 3-ü götürmür. İ'miz 1 ilə 2 olacaq. Deməli, 2 dəfə bunu öz-özünə vuracaq. Yəni, 4 vuraq 4. Yəni, bundan bir vahid kiçiyə vurur da. Yəni, 4 ilə 3-dürsə, 4-ü 2 dəfə öz-özünə vuracaq. Yəni, bundan bir vahid az qədər öz-özünə vuracaqdır. O da 16 eləyəcək. 16 da böyük deyil axı 50-dən. Ona görə 43-ü götürə bilməyəcək.
67, 6, 7. Deməli 6-nı 7 dəfə 6 dəfə öz-özünə vuracaq. Bundan bir vahid az. Bu da təbii ki 50-dən böyük olacaq. Deməli 67-ni götürəcək. 6-nı 5 dəfə, yox 4 dəfə öz-özünə vuracaqdır. Bax belə. Bu da təbii ki 50-dən böyükdür. 43 ödəmədi, 45 ödədi. Deməli 45, 67, 65, 45 A bəndi. Təyinat istəyir. Deməli, buradan başlayırıq. A, input hansısa bir ədəd daxil edək. Deyək ki, 5. B-də 3 olsun. 5 fərqlidir B-dən. Deyir, necə ki, fərqlidir. Bunu yerinə yetir. A-nı bərabər elə. Fun, necə? A. Fun AB 2 qiymət qaytaracaq onda. Dur bir dənə baxaq. Fun AB nədir? Fun A 5, 3. 5 ilə 3. Keçək bura. 5 böyükdürmü 3-dən? Deyəcəm, bəli. Onda x bərabərdir 5-dən 3 çıxanda 2. Əks hal deyə düşmürəm və return qaytar deyir. 2, y-im neçə qaldı? Y-im 3 qaldı. 2 ilə 3-ü qaytar. Deməli, bura mənə 2, 3 qaytaracaqdır. Bəli, 2 dənə qiymət olduğu üçün. 2, 3 dəqiqə. 2, 3. Fun abi mənə 2, 3-ü qaytardı. Onda A-mız 2, yəqin bunu demək istəyir. A-mız 2, B-miz 3-dür. Bəli, A-mız 2, B-miz 3-dür. İndi yenidən yoxlayıram. A, B-dən fərqlidirmi? Deyəcəm, bəli. Onda indi fun 2, 3-ə qiymət almalıyam. Fun 2, 3. Deməli, 2 böyükdürmü 3-dən? Xeyr, əks halda isə 3 çıx 2. Hə, bu. Deməli, bizdən nə istəyir? Əbobun tapılmasıdır da. 2 natural ədədin əbobunun tapılmasıdır bu. Bir-birindən çıxır. Bax, 3-dən 2 çıxacaq 1. İndi gətirəcək mənə qaytaracaqdı. Bu nəyin qiyməti idi? Y-in. Bu mənə qaytaracaqdı. X 2 ilə 1-i. İndi 2 ilə 1-ə baxacam. A-mız 2 olacaq, B-miz 1 olacaq. Fərqlidirmi? Bəli. İndi yenə gətirəcəkdir fun 2 ilə 1-ə qiymət almağa. 2 1-dən böyükdür, bəli. X 2-dən 1 çıx, 1. 1. Və cavab qaytaracaqdır nəyi? X 1, 1. İndi görürsünüz, eyni oldu. Fərqlidirmi? Xeyr. Print A. A-nı çap et. A-mız nədir? 1-dir. Deməli, mən 5 ilə 3 vermişdim da. Bunlar sadə ədədlər olduğu üçün bunların sadəcə nə olacaq? Ən böyük ortaq bölünən təbii ki 1-dir də. Başqa ədəd ola bilməz. 5 ilə 3-ün, baxın 5-i bölürəm, ancaq 5-ə bölünür. 5 5-ə 1, 3 də 3-ə bölünür, sadəcə 1 qalır. Yəni, heç bir 1-1-ə, yəni burada ancaq 1-dir. Ona görə. Yəni, başqa bir ədəddən daha yaxşı bunu başa düşmək olar. Gəlin, istəyirsiniz, bura bir dənə başqa bir ədəd verək. Onda daha yaxşı başa düşəcəksiniz. Məsələn, 4 ilə 2 verək. Məsələn, 4 ilə 2-nin əbobu nədir? 4, 2-yə bölünür. 2, 2-yə 1, 2, 2-yə 1. Baxın, 2-dir. Düzdürmü? İndi baxın, burada da biz 2 alacaq. 4, 2. 4, 2-dən fərqlidir? Bəli. Gəldim, fun 4, 2. 4, 2-dən böyükdür? Bəli. 4-dən 2 çıxanda 2. İndi mənə qaytaracaq nəyi? 2 ilə 2-ni. Baxın, fərqlidirmi? Xeyr. A-mız neçədir? 2-dir. Cavab qaytardı 2. Yəni, əbobu istəyir məndən. Bu əbobun tapılmasıdır. Böyükdən kiçiyə çıxmaqla.
Aha, buradan başlayır. A siyahısı veribdir. B boş siyahıdır. I hər dəfə qiymətini bir dəfə 126, bir dəfə 432, bir dəfə 943 bu cür davam eləyəcək. Gəlin davam eləyək 126 ilə. M funksiyasının MMI, yəni 126. Gəlin davam eləyək. Hələ görək 3-ə bölünəndə 0 eləyir mi qalıq. M 126 baxaq. Num dəyişənini bərabər edir. 126-nı ona böləndə qalıq neçə eləyir? 6. 126-nı 100-ə böləndə tam ədədim neçə eləyir? 1. Deməli, bax, bununla bunu cəmlədi. 7. Bura 7 elədi. Əgər deyir 7-ni 2-yə böləndə 0 eləyirsə, deyirəm eləmir. Eləmədiyi üçün heç buna baxmıram. 7-dən 1 çıxanda 6-nı cavab olaraq qaytarır. Aha. Bu bura mənə qaytardı 6. 6-nı 3-ə böləndə qalıq 0 eləyirmi? Deyirəm, bəli. Onda B-yə əlavə etnəyi I, yəni 126, çıxaq M 126. M 126-nın qiyməti neçə idi? 6 idi. Bu da eləyəcək 120. Aha, 120 ilə bu olacaq, görəsən. Deməli, M-ə 120-ni daxil etdi. İndi İ'miz 432-dir. 432 3-ə bölünəndə 0 eləyirmi? Gəlin baxaq. M432 ilə davam edək. M432. 432-ni 10-a böləndə qalığım 2 eləyir. 100-ə böləndə tam hissəm 4 eləyir. 2 ilə 4-ün cəmi 6. 6 2-yə böləndə 0 eləyirmi? Bəli. 6 böyükdürmü ondan? Xeyr. Xeyr dediyim üçün əks halda düşürəm və 6-dan 1 çıxıram. O da eləyir 5. Və mənə bura cavab qaytarır 5. 5 3-ə bölünürmü? Xeyr. Ona görə heç nə əlavə eləyə bilmirəm. Keçirəm buna. 943 yenə qalığım 3, tam hissəm 94. Yox, 94 yox, 9. 3 ilə 9. Daha sonra 3 ilə 9-un cəmi verəcək mənə 12. 12 2-yə bölünürmü? Bəli. 12 ondan böyükdürmü? Bəli. Return namı özünü qaytarır. Yəni 12-ni qaytarır. 12-ni qaytarır. Bax, bu 943 olan hal yox. Bəli, 943 olan halda 12-ni qaytarır. 12 3-ə bölünürmü? Bəli. 12 3-ə bölünür. Onda 943-dən çıxacaq M-nin cavabını, yəni 12-ni. Bu da eləyəcək 1, 3, 931. Elə cavab bu olacaq. 543-ü yoxlayaq. Biz artıq buradan bildik ki, bizdən nə istəyir? 543-ü 10-a böləndə qalığım eləyir 3. 100-ə böləndə tam hissəm eləyir 5. 5 ilə də 3-ün cəmi 8-dir. 8 2-yə bölünürmü? Bəli, amma ondan böyük deyil. Ona görə əks halda düşür. 8-dən 1 çıxır 7. Cavab 7 qaytardı. Bu ifadə mənə 7-ni qaytardı. 7 3-ə bölünəndə 0 eləyir qalıq? Xeyr. Keçirəm buna. 768. Burada qalığım olacaq 8. Tam hissəm olacaq 7. Cavab 15. 15 2-yə bölünürmü? Xeyr. Ona görə düşür əks halda. 15-dən 1 çıxır 14. Burada mənə cavab qaytarır 14. 14 3-ə bölünürmü? Xeyr. Ona görə əlavə edə bilmir. C bəndidir sadəcə. Aha. Deməli, alaba. İ, K. K'dan götürək. Birinci i'miz olacaq A, sonra olacaq L, sonra olacaq A. Bu cür davam eləyəcək. S bərabərdir S. Üstə gələk F, A. A'mız F, A. Davam eləyək F, A ilə. A, yəni X, A bərabərdirmi A-ya? Deyəcəm, bəli. Onda X-i bərabər elə B-yə. Aha, əks halda düşmürəm və print B. Deməli, X-imizi nəyə bərabər elədi? B-yə. Deməli, bura oldu məndə B. B. C-dəqiqə SF. C-dəqiqə return X. Aha, B-ni cavab olaraq qaytardı. Bura oldu B.
S-in də üzərinə B-ni gələndə cavab eləyəcək B. İndi i-miz olacaq L. Deməli, S, yəni S, B, yəni S-in B-də axı artıq. Üstə gələk F, L. L ilə davam eləyək. F, L. L A-ya bərabərdirmi? Xeyr. L A-ya bərabər deyil. Onda elifə keçirəm. L B-yə bərabərdirmi? Xeyr. Onda eləcə özünü qaytar. Aha, L-nın özünü qaytaracaq. Bu olacaq L. Onda B-nın üzərinə L gələndə olacaq B-L. Deməli, burada mən belə görürəm ki, içərisində A olanları B-yə bərabər olacaq, eləyəcək. B olanları A-ya, qalanı yerində qalacaqdır. Baxın, indi bir dənə də A ilə daxil olaq. S bərabərdir. K-mız, deməli, i-miz indi A olacaq yenə. S bərabərdir B-L, üstə gələk F-A. F-A eyni qayda ilə burada davam edəcək. A, A-ya bərabər olacaq, X-i B-yə bərabər edəcək və bura mənə B qaytaracaq. Deməli, B-L-nın üzərinə B gələcək. Olacaq B-L-B. İndi bir dənə də B-yə baxaq, bəsdir, yetərlidir. Deməli, i-miz bərabərdir B. Onda S bərabərdir B-L-B, üstə gələk F-B. F-B ilə davam eləyək. B bərabərdir A-ya, xeyr. B bərabərdir B-yə, bəli. Onda X-i A-ya bərabər elə. Və return X A-nı qaytarır. Deməli, FB A-nı qaytarır. Gətirib FB-nin yerinə A qoyacam. B-L-B, üstə gələk A. Olacaq B-L-B, A. Deməli, nə etdi? B-ları A-ya çevirəcəkdir. Qalan yerində qalacaq. A-ları isə, B-ləri isə A-ya çevirəcəkdir. Belə. B-L-B, B-L-B, A, B-L-B, A, B, A bəndi. Deməli, A-mızı verib, foreign, A, split. Split biz bilirik ki, verdiyini əsasən nədir? Parçalayır. Deməli, boşluğa əsasən bunu nə edəcəkdir? Parçalayacaqdır. 2 dəqiqə. Üzrü sayın. 2 dəqiqə. Harada da qalmışdıq? Aha, 41-də. Deməli, bizdə nə istəyir? Aha, 12, 34, 267, 122. Aha. İmiz in A, A-nın içərisindən daxil olacaq və A-mız bir dənə sətirdir. Və split bunu nə edəcəkdir? Parçalayacaqdır. Biz bilirik ki, split verdiyinə əsasən deməli, o ayırır simvolu və onu nə edir? Siyahıya salır. Deməli, bura olacaq nə? 12, 34. Bax, bu cür elə bir onu parçalayır. Təbii ki, bunlar da sətirdir. 567 və 122. Aha. Daha sonra davam eləyək. Print. Birinci i-miz olacaq nə? 12. Çünki bunun içərisindən götürəcəkdir. Və gəlin görək neydir? Print str-i, yəni 12. Baxın, bu str sizi çaşdırmasın. Bu sətrə çevirən str deyil, bu funksiyadır. Gəlin davam eləyək. Baxın, bu funksiyadır. 12 ilə davam eləyək. Str 12. X bərabərdir list. List bilirik ki, nədir? Bunu
siyahıya salır. Bax belə. Parçalayır və siyahıya salır. 1, 2. Reverse. Reverse onu tərsinə düzəcək. 2, 1 olacaqdı. Join isə onu bir sətirdə birləşdirəcək. 21. Aha, tərsinə düzür. X və salam. Və çap edəcək. Alt-alta çap edəcək. Baxın, tərsinə düzəcək. 21, o 43, 765 bu cür tərsinə düzəcəkdir. 43, 765, 221 A bəndi olacaq. Bəli. Davam edək, gəlin lap digərinə də baxaq. İndi i'miz olacaq 34. Gətirəcək burada 34, sıtırı 34. List onu salacaqdır siyahıya. Olacaq 3 ilə 4 sətirdə. Reverse onu tərsinə düzəcəkdir 43. Join isə onu birləşdirəcək bir sətirdə. A bəndi. Aha, bu qədər dərsimiz. Səhv etmirəmsə bir tapşırığımızda biraz qaranlıq qaldı. Onu izahını atacağım. Görüm o hansı tapşırıq idi. İndi baxıb atacağım yenidən. Sağ olun.